Son dönəmlər bədənimdə iynələmə, sancılama hissi, enerji yetərsizliyi, yorğunluq kimi problemlər müşahidə elədim və getdim vitamin D analizi verdim. Bu da nəticə, defisit yetərsizlik. Həqiqətən şoka düşdüm. Nəyə görə? Çünki mən uşaqlıqdan mütəmadi olaraq günəş şüası qəbul eləmişəm və mütəmadi olaraq vitamin D ilə zəngin qida rasionum olub. Yəni balıq olsun, yumurtası olsun, ət olsun, qaraciyər olsun, süd məhsulları olsun, göbələk olsun. Yəni bir sözlə bütün bu qidalar mənim günlük, həftəlik qida rasionumda olub. Bəs nəyə görə məndə vitamin D əksikliyi çıxsın? Mən burada iki səbəbə baxıram. Ya ola bilsin Azərbaycanda ümumiyyətlə vitamin D analizi düzgün götürülmür laboratoriyalarda. Çünki kimə baxıram, ətrafda vitamin D defisiti var. Yəni həqiqətən bu qədər insanda problem var. Ya da həqiqətən də qidalarımız bərbad vəziyyətdədir. Bizi vitamin D ilə təmin edir. Həmçinin də buna paralel olaraq Azərbaycan günəşində hal-hazırda vitamin D yoxdur. Ona görə hər kəsdə defisit var. Nə olur olsun, hal-hazırda yəni bu problem bizim cəmiyyətdə var. Ona görə stres, əsəb, aqressiya, yuxusuzluq, enerji yetərsizliyi, yorğunluq, saç, dəri, oynaq, əzələ problemləriniz varsa, həmçinin allergiya meyillisinizsə, bədəninizdə iynələmə, sancılama hissi və ələxüsusda onkoloji xəstəsinizsə, özünüzü dağa daşa salmağa ehtiyac yoxdur. Ən birinci vitamin D qəbul edin. Çünki bu möcüzəvi vitamin həqiqətən bədəninizi böyük ölçüdə bərpa edəcək. Sağlam olun, sağlam qalın.